Salam, sizi bir məsələ haqqında istəyirəm danışam və məlumatlandıram ümumi olaraq. Mən bu yaxınlarda deməli TikTokda bir Kamal qardaş var. Onun Tövbə surəsi 69-cu ayəsi fikrinə əlaqədar bir video hazırlamışdım. Burada bir Kamal qardaşın səsində bir söz var. Ona diqqət eləməmişdim öncədən. Həm o sözü istəyirəm ələ alam, həm də bir yorum var, onu istəyirəm göstərəm və o sözün üstündə istəyirəm ki, sizdən inşallah danışam. Bir video istədim hazırlayam. Öncə bir istəyirəm TikTokda bir paylaşım izləyəsiniz. Bizim Kemal adında bir qardaşımız var. Buradan ona salam deyirəm. Sizdən əvvəl. Başlayaq. Esselamu aleykum əxlər. Növbəti Baxın, ümumi olaraq birinci bu ayəyə görə mal və övladdan fayda üslubudur. Onun bərən bir metodu var. Ona görə də bir dənə qulaq asın, sonunda fikir bildirəcəm. Şalarmod Tövbə surəsi 69-cu ayə. Ey münafiqlər sözü soxuşturmadır, təbii ki, ərəbində yoxdur. Bu söz. Ey münafiqlər sözü soxuşturmadı, təbii ki, yoxdur. Bu ayətdə ey münafiqlər sözü yoxdur ifadəsini bilirik ki, yoxdur. Yəni burada ora soxuşturmadı. Buna toxunulubdur. Bu kəlməyə toxunulubdur. Amma bundan qabaqki ayə, yəni 68, 67-ci ayətlər birbaşa əl-münafiqunə vəl-münafiqat kəlməsi işlər. Yəni münafiq sözü münafiq kəlməsinin axırına sağlam cəm deyərlər. Cəm ədatı ilə gəlir. Münafiq sözü təkdədir. Münafiqun. Məsələn, təkdə bir münafiq. Sözün mənasını inşallah əl al. Söhbətimiz bu mövzuda münafiq kəlməsidir. Münafiqi danışacağıq sizlə. Deməli, münafiq sözünün cəm halına gətirsək, münafiqunə, münafiqlər olur və bunun qadın cinsiyyətində cəmdə gətirəndə o axırına məsələn anət kəlməsi artırsa, əlif bir dənə də tə hərfi artırılanda isə qadınlıqda cəmi bildirəcəkdir. Yəni münafiqatun olur qadın münafiqlər, münafiqunə olur kişi münafiqlər. Burada bir yorum paylaşılıbdır. Doktor adında bir şəxsdir, bilmirəm kimdir. Qeyd etmişdi ki, 68-də münafiq kişi, münafiq qadın sözləri keçmir. Yəni ifadəsində sözündən bunu anlayıram ki, adamın ərəb dilindən xəbəri yoxdur. Qrammatikadan xəbəri yoxdur. Çünki qrammatika bilən bir insan əsla belə bir cümlə qura bilməz ki, orada münafiq kişi və münafiq qadın sözü keçmir. Bu sözü deyə bilməz. Deyirsə də bu onun bu barədə savadsızlığını ortaya qoymuş olur. Niyə? Çünki zaten ifadələr belə deyək də, indi Kamal rus dilini bilir. Rus dilindəki ifadələrdə orada qadın sözü və yaxud da kişi sözü keçməz. Amma işlənən ifadələrdə bu cinsiyyət olaraq qadına xitabda işlənən sözdürmü, yoxsa kişiyə xitabda işlənən sözdürmü, onu bilir. Məsələn, kişiyə danışdığı zaman işlətdiyi söz quruluşunu qadına nisbətdə işlədəndə eyni olmaz. Yəni bu başqa dillərdə, ingilis dilində, rus dillərində bu şeylər var. Bu ərəb dilində də var. Münafiqun kəlməsi kişi cinsində gəlirsə də və münafiqun kəlməsi kişiliyi bildirmirsə də iki dəfə bir sözü Allah niyə təkrar eləsin? Burada qəsd edilən, məsələn, mu'minunə, mu'minatun. Burada da deyə bilərlər ki, mömin kişilər və mömin qadınlar sözünə doktor dediyimiz bu adam deyə bilər ki, orada mömin kişilər və mömin qadınlar sözü keçmir. Gülünçdür. Və yaxud da muslimunə, muslimat kəlməsi içindəki kimi. Yəni bu ifadənin axır buna sağlam cəm deyərlər. Kəlmənin bir ismin muallimunə, muallimatun, müəllim kişilər, müəllim qadınlar. Bu ifadənin axırına unə və yaxud da ətun kəlmələri əlavə edildikdə bu cinsiyyət baxımından həmən ifadənin qadınları bildirdiyini yoxsa kişiləri bildirdiyini ortaya qoyur. Şərt deyil ki, orada qadın sözü işlənsin və yaxud da kişi sözü işlənsin. Bu bunun savadsızlığını bildirir. Sonra mən yazmışam ki, əl-münafiqinə vəl-münafiqə sözü keçib
necə keçməyib? Yəni bu da mənə gülmə işarəsi atır. Yəni rişxantmı eləyir, ələmi salır və yaxud da ki, nə üçün bu İsmailiki atdı anlamadım və mən ardınca başa salmaq üçün niyə gülürsən sualını yönləndirdim. Sonra dedim ki, sadəcə mənə maraqlıdır. Siz muslimunə və muslimat kəlməsi, müminunə və müminat, münafiqunə və münafiqat sözlərinə nə məna verirsiniz? Bu sözlərin sonundakı unə və unət ədatlarını necə başa düşürsünüz ki, mənim sözümə irad tutub və gülürsünüz yəni ifadəsi. Orada hərf səhvləri buraxmışam. Buna niyə gülürsünüz? Yəni səbəb nədir? Mən bilmək istəyirəm. Çünki özlərindən o qədər şeylər kəşf edirlər. Elə insan belə deyək də ağlına gəlməyən elə şeylər ortaya icad edirlər özlərindən. Adam maraqlı gəldi ki, sorsan. Qaydaq ifadənin özünə. Münafiq sözünün mənası nədir deyə istəsək ki, bunu bilək, baxaq ki, bu sözün mənası nədir? Birinci bilməyiniz lazımdır ki, Quran-ı Kərimdə 86 ayətdə 111 dəfə bu kəlmə işlənmişdir. Cürbəcür şəkillərində feil, isim, sifət olaraq keçməkdədir bu ifadə. Bunu bilməyinizi istəyirəm. İkincisi, bu kəlmənin məsələn, nəfəqə sözü kökündən olduğunu, ifadənin nəfəqə, bu heç, nəfəqə, buradan başlayır. Gördüyünüz kimi, bax burada, bu şeydə, bu Müfredatül Muğnidir Quran sözlük kitabında, klassikdə ümumi olaraq ərəblərin bu sözü işlətməsinə toxunulur. Burada mən bu kəlməni İstəyənlər dayandırıb bu videonu, baxa bilərlər. Sonra keçir, buradan davamı gəlir, bu yerdən danışır. Birinci infaq anlamlarını ortaya qoyur, xərcləmək mənası ilə. Amma mənim sözün əsl kökü, yəni bir kəlmə, baxın xahiş edirəm, bir kəlmə lüğətdə, lüğət baxımından işlənməsi nəyə sırf olaraq kök olaraq birinci məna nədir? Sözün mənası, birinci mənası nədir? Sonra ondan türüyən sözlər ola bilər. Məcazi anlamda işlətmə ola bilər, fiziki anlamda işlətmə ola bilər o sözlərin türəməsi, artması. Bunu ələ alacağıq ki, birinci kökdə bu sözün lüğətdə anlamı nədir? Biz buna baxırıq və sonra bu sözü niyə xərcləmək, mal xərcləmək üçün işlədirlər nəfəqə ifadəsi ilə və yaxud da niyə bu sözü belə deyək də münafiq deyə, nifaq deyə işlədilmişdir, onlara baxmağa çalışmalıyıq. Amma sözün kökü birinci bilinməlidir ki, kök anlamı nədir? İfadənin kökü nədir? İfadənin kökü Ənam surəsi 35-ci ayətdə gizlidir. Sözün kökünü Allah orada bizə nə mənada olduğunu açıq qoyur. Nəfəqə, burada da vermişdir, həmən lüğətdə həmən yeri açdım ki, bu yerdə göstərim sizə. Nəfəqə isə, yəni n-f-q hərfləri isə bir yeri yarıb keçən yol, tünel və ya ırmaq deməkdir. Yəni, suyun yerin altından özünə yol açıb, bir yerdən girib, başqa bir yerdən çıxışını, yəni giriş və çıxışı olan bir tunel açmağın adına nəfəqə sözü. Bunu ırmağa da işlədirlər, çünki su da bu qabiliyyətdə ola bilər, yəni belə bir şey eləsin. Və yaxud da yerin altından o zamanlarda, məsələn, qala fəthlərində, zadda kinolarda görəsi, yer altına lağım atardılar, bir yerdən girərdilər, gəlib orada başqa bir yeri, qalanın divarını partladıb, oradan çıxardılar, 2 dənə çıxış yeri olurdu. Buna deyərlər nəfəqə kəlməsi. O idi ki, bu ayətdə və in kana kabura alayka i'raduhum fa in istata'ta an tabtaghiya nafaqan fil arz. Əgər onların üç çevirmələri sənə böyük oldusa, yəni böyük gəldisə, ağır gəldisə, belə isə bacara bilirsənsə də can atkinən yerin içində bir tünel açmağa deyə ifadəsi ilə qoymuşdur ifadə.
Yəni bəziləri deyirlər ki, nəfəqə dağıtmaq deməkdir. Xeyr, dağıtmaq, səpmək, dağıtmaq bu anlamı deyil. Sözün kökü, əsas mənası iki çıxış, bir yerdən girib başqa bir yerdən çıxmaq olan yer, bir tunelə, bir deşik, dəlik açmağın adına nəfəqə kəlməsi işlədir. Bura qədər aydındır. Doğrudur ya yox? Və biz qaydırıq mövzu olaraq ayətin üstünə. Ayətdə Bəqərə surəsi 3-cü ayətdən başlayır ifadə Əl-ləzinə yu'minu bil-qeyb və yuqimus salat və mimma razaqnahum yunfiqun. Orada infaq sözü ilə başlayır. Birinci keçdiyi yer oradadır. Və bu sözün müxtəlif formalarda işlənmə şəkillərini vermişdir. Amma mən bu keçən 111 dəfə təkrarlanmış olan kəlmənin təxminən hardasa 35-40-a yaxın olaraq belə götürsək, 35 ən dəqiqidir ki, 35 mənfi obrazı olaraq gəlmişdir. Mənfi xarakterdə işlənmişdir və Quranda bildiyiniz kimi 63-cü surənin adı da Münafiqun surəsi deyə, münafiqlər deyə bir surə başlığı ilə gəlmişdir. Bir də bir şey də əlavə edim. Bu kişi sözü ilə qadın sözündən ötürü danışanda, kişi cinsində olanda münafiqun kəlməsi, qadınlar o şəmsiyə altına girər. Amma bəzən Allah qadın və kişini ayrılıqda qəsd edərək münafiqun kəlməsinin təkcə kişilərə aid olmadığını, münafiq qadınların da ola bildiyini ortaya qoymuşdur. Bunu da bilməyimiz lazımdır. Amma ümumi olaraq kişi cinsində gələn forma elə bir formadır ki, qadın üçün o kişi cinsində işlətmək onun üçün bir ucalıqdır. Yəni onu alçatmaq sayılmır. Yəni olduğu məqamdan daha yüksək bir məqama qaldırmaqdır. Anlamı kişi cinsində xitab etməklə. Yəni bu bir şey deyil, yəni aşağılama sayılmaz. Amma kişi cinsinə qadın cinsi ilə müraciət etmək onu aşağılama sayılar. Yəni çünki kişidə bir artıqlıq var, qadında olmur, amma kişidə var. Aydın nə demək istəyir? O artıqlıq ki kişidə var, o qadında ki o artıq o kişidə olan şey onda yoxdur. Onu əksiklik olaraq kişi cinsinə, qadına onda o artıq Allahın əlavə verdiyi bir varlıq yaradılışına qoyduğu bir şeyin onda əksik olduğunu ifadə etmək, birini onu alçatmaq sayılır. Ona görə kişi cinsinə, kişiyə qadın cinsini bildirən ifadələrlə xitab etmək birazcə doğru sayılmaz və düzgün deyil. Ona görə Quranda bu üsluba riayət etmişdir. Amma dediyimiz kimi, ayəni Allah kişi cinsində işlədəndə bu elə bil həm kişi cinsidir, həm də rus dilindən deyəcək ki, orta bir sredni roddur elə bil. Yəni hər iki tərəfi əhatə edə bilər. Amma qadın sırf olaraq, cinsiyyət olaraq Quranda işlənəndə yalnız qadını bildirəcəkdir. Bunu da deyim, keçək mövzumuzun əsas özünə. Dedik ki, bizim ələ alacağımız ifadənin kökünü təmin edən məsələ nəfəqə sözünün kökü. Mən bu ayətləri hamısını oxumağa ona vaxtım yetməz. Yəni sözün açığı 80-dən çox ayədir, 86-ya yaxın ayə var burada. Amma sadəcə bunlarda mənfi obrazlarda keçən yerlərini də istəyirəm ələ alam. Yəni infaq və nəfəqə kəlməsini anlamağımızı, başa düşməyimiz üçün. Birbaşa mövzuya, mətləbə girirəm. Bu söz sadəcə pul xərcləmək deyil. Quranda bəziləri bunu pul xərcləmək, infaq anlamı ilə başa düşürlər. İnfaqa məcazi olaraq bu ifadə işlənibdir. Quranda nıfıqı kökü belə deyək, çox qatlı olaraq gəlir. Dərin və bir az da narahat edici mənalar daşıyır özündə bu söz dedik. Aşağıda istədiyimiz kimi bu barədə indi məqaləmi oxuyacağam sizlə inşallah səsli olaraq danışa-danışa. Bunun bu qeydlərimizin, bu fikirlərimizi, bu ayətlər üzərində olan fikirləri sistemli və ayrı edici bir məqalə şəklində təqdim etməyə çalışacağam. Deməli, bu kəlmənin kök hərfi 3 hərfdən ibarətdir. N, F və qaf hərfi deyilən q səsləri olan nıfıqı, nəfəqa sözündən türəmişdir. Bunun lüğəvi və semantik və ayəvi
təhlilini istəyirəm inşallah ələ alağın. Quran-ı-Kərimdə nəfəqə kökü müxtəlif şəkillərdə təxminən dedik ki 86 ayədə 111 dəfə işlənmişdir. Bu kökdən törəyən sözlər zahirdə bir-birindən fərqli kimi görünsə də infaq, münafiq, dedik kimi nifaq anlaşıldı. Əslində eyni mərkəzi semantik ox üzərində dayanır. Diqqət eləyəm. Bu məqaləmizdə məqsədimiz bax bunu çatdırmaqdır. Kökün klassik ərəb dilində əsl mənasını, Quranda həqiqi və məcazi istifadələrini və üçüncü olaraq da niyə bu kökün münafiqlər üçün seçildiyini aydın və ardıcıl şəkildə ortaya qoymağa çalışacağam. Deməli 15 dəqiqə gedib düşə. 1. Əsas mənası tunel, dəlik, gizli bir çıxış mənasını verən bu söz, yəni kök anlamıyla. Klassik ərəb ədəbiyyatında və lüğətlərdə, məsələn xüsusən Lisanul Ərəbdə və yaxud da Əl-Arusu və sair kimi kitablarda nəfəqə kökünün ən ilkin və konkret mənası bu olubdur ki, nəfəqə sözü yerin altından keçən tunel, dəlik, iki ağızlı gizli yol anlamını verir. Bax, əsas budur məsələ. 2 dənə çıxışı olan, 2 ağzı olan gizli yola nəfəqa deyilmişdir. Bu bunun lüğət anlamıdır. Yəni İslamiyyətdən qabaqki ümumi olaraq toplumdan əsas anladığı kök olaraq məna bu olmuşdur. Yer siçanı üçün qazılan tunelə nəfəq deyilirdi. Bu ərəblərdə var. Bu tunelin 2 çıxışı olurdu. Bir təhlükə zamanı qaçmaq üçün olubdu belə bir şey. Digəri gizli giriş-çıxış üçün də işləmir. Yəni sözün mərkəzində ikili yol, ikili keçid, zahiri, batini fərq dayanır. Bu çox kritik nöqtədir. Bunu yadımızda saxlayaq. Çünki bütün məsələləri biz bu mənanı anladıqdan sonra bilməliyik ki, Allah bu sözü nə üçün 2 üzlülərə münafiq deyildi. Zaten bəllidir, aydındır, amma yenə də biz dəqiqləşdirəyik. Buradan törəyən məcazi əsaslar vardır. Bu ilkin fiziki mənadan 3 böyük məcazi istiqamət yaranır. Birinci, gizlənmək. İçi başqa, çölü başqa olmaq. Yəni gizlənməkdə qəsd nədir? Zahirdə başqa, batində başqa olmaq. Bunun adına nə deyirlər? Məcazi anlamında nifaq kəlməsini istifadə olunubdur. Bu söz insana nisbətdə işlənəndə zahirdə iman yolunda görünür, batində isə başqa istiqamətdə olarsa, ona nə deyərlər? Münafiq deyərlər. Bu tunelin 2 çıxışı kimidir. Biri cəmaata göstərilən çıxış ortaya qoyur. Digəri gizli istifadə edilən, yəni cəmaatın bilmədiyi tərəf çıxışı. Buna görə münafiq adlanır. 2 üzlü deyilir, 2 çıxışlı danışılır. Bəzi deyirlər 2 tirəli, 2 başlı. 2 başlı danışmaq. Yəni müsəlman və mömin toplumun qabağına gələndə bir başqa cür danışır. Amma kafir və yaxud da ki müsəlman olmayan toplumun arasına gedəndə tamam başqa bir formada danışır. Bu 2 tirəli danışan, 2 çıxışlı hərəkət edən adama bu kəlməni Allah seçib istifadə etmişdir. Bir şeyin içindən boşalması, tükənməsi, yəni anlamında işlənib bu söz. Klassik istifadə maluhu nəfəq ifadəsi var. Malı azaldı, yəni içdən boşaldı. Məsələn, sən kasa kimi düşün, nə bilim bir pul qabı düşün, doldurmuşsan onun içi bir doldurmuşsan, bir də boşalır. Yəni dolduranda başqa yerdən gətirib ora doldurursan, boşalmaq üçünsə başqa istiqamətə xərcləyirsən, boşalır. Yəni 2 çıxış anlamı ortaya çıxdığına görə malın xərclənməsi üçün də bu ifadədən istifadə olunubdur. Buradakı fikir malın yox olması demək deyil, axıb getməsi, çıxış tapması deməkdir. Yəni bu da tunel məntiqinə uyğundur.
Üçüncü, bir şeyin axıdılması, yönləndirilməsi mənasında, məsələn, infaq ifadəsini göstərir. Sadəcə vermək deyil, malı bir istiqamətə axıtmaq, çıxış verməkdir yəni. Amma diqqət eləməliyik. İnfaq əsl mənası deyil, törəmə məcazi istifadəsidir bu kəlmənin. Quranda infaq həqiqi yoxsa məcazidirmi deyə bir sual qoysaq, Quranda infaq nədir sualını ortaya qoyanda Quran malın Allah yoluna çıxarılmasıdır. Allah yoluna çıxarılmasıdır ifadəsində nə anlam var? Yəni yetimə, yoxsula, ehtiyacı olana xərcləməklə malını Allah yoluna çıxartmış olursan. Allah üçün Allaha xərcləmiş olursan sanki. Amma cəmaata xərcləyirsən ha bu sözü. Yəni mal özünə qapanıb qalmaz. Tünel açılır, mal axır. Yəni yığdığını xəsis adamlar saxlayar, xərcləməz, amma digərləri neyniyər? Xərcləyər. Məsələn, biz keçən videomuzda danışdıq ki, orada xilqətlərini, öz yaradılışlarını ayət dedik ki, mal, dövlət, evlad çoxaltmaq üçün sərf etmək. Kamal da etiraz elədi ki, onda gərək mal dövlət çoxaldılmasın. Belə bir gülməli bir söz işlətmişdi orada ki, yəni sanki Quran bunu düz demir. Əslində Allah malı və evlad çoxaltmasını və çoxlu evladların və malın olmasına etirazı yoxdur. Amma sənin yaradılış qayənin, yaradılış məqsədinin yalnız evlad çoxaltmaq və mal dövlət çoxaltmaq olduğunu ortaya qoymaq, yəni bunu yaradılışın əsas prinsipi olduğunu düşünməyi Allah pisləyir. Düzdür, çoxlu evladı olsun, çoxlu varın dövlətin olsun, çoxaltmaq olsun burada. Amma sənin yaradılışın bundan ötürü deyil. Yəni yaradılma məqsədin, yaradılma qayən bundan ötürü. Amma münafiqlərdə bunun tərsi nədir? Quranda baxırıq, görürük ki, münafiqlər də xərcləyir. Amma Allah yolundan almaq üçün, Allah yolundan yayındırmaq üçün xərcləyir. Amma möminlər Allah yolundan yayındırmaq yox, Allah yoluna rəğbətləndirmək üçün xərcləyir. Ona görə də ikisi də infaq eləyir. Amma biri yayındırmaq, haqdan çəkindirmək, batil çıxışa yönləndirmək üçündür, biri isə haqq çıxışa tərəf yönləndirmək üçün xərcləyir. Aralarında da bir fərq vardır. Bu baxımdan infaq malın belə deyək də nəfəs almasını ortaya qoyur. Xəsislik isə malın boğulmasını ortaya qoymuş kimi olur. Yəni sən biri var ki, öz malını yığdığını yaşadasan, yaşatmaq üçün istifadə edəsən, mal nəfəs alırsan ki burada. Biri də var ki, sən insanların yoxsulluqdan, acılıqdan, belə deyək də, məhv olması, malın boğulması anlamını ortaya qoymuş olur. Deməli, infaq etmək malı yox etmək deyil, infaq etmək malı diri saxlamaq demək anlamına gəlir. İnfaq edəndə malın diri qalır. Amma infaq etmədikdə, yəni o malı haqq olan yola çıxışına yön vermədikdə, sən o malı belə deyək də həlak eləmirsən, məhv eləmirsən, hədərə gedibdir elə bu varın dövlətin. İnfaq hər zaman müsbətdir sualını qoysa, xeyr. Quranda möminlərin infaqı nur, münafiqlərin infaqı isə boşa gedir deyir. Yəni möminlərin etdiyi infaq nurdur, aydınlıqdır deyir. Amma kafirlər, münafiqlərin etdiyini isə boş, əbəs olduğunu ortaya qoymuş, puç olduğunu ortaya qoymuşdur. Çünki mömin tək çıxışlıdır, münafiq isə iki çıxışlıdır. Aydındır nə demək istədiyim yəqin ki. Quranda nəfəqə kökü ilə münafiqlər arasındakı əlaqə. Yəni bu sözlər. Bu söz Quranda müşriklərdən daha təhlükəli olan kəslər üçün işlənmişdir. Yəni ən aşağı qatda olacaqlar. Cəhənnəmin deyir, ən aşağı qatında olacaqlarını bildirir. Müşriklər üçün bu söz işlənməyib, amma münafiqlər üçün bu sözün işləndiyini görür. Müşrik açıq düşmən. Yəni düşmənçiliyi bəllidir. Kafirin düşmənçiliyi bəllidir. Amma münafiq daxildən deşəndir. Yəni daxildə gizli ayağının altını gizlindən oyandır elə bil.
Tünel metaforası burada tam oturur yerinə. Şəhərin qapısından hücum edən düşmən görünür, amma şəhərin altından tünel qazıb girən daha təhlükəli olur. Buna görə münafiqlər odun ən alt qatındadır deyə ayət bizə bildirmişdi. Bu emosional deyil, struktur bir təhlükə məsələsidir ki, Allah bunu bizə xəbər vermişdir. Fəqirləşmək mənası varmı bu sözdə deyə bəziləri bu kəlməni fəqirlikdən qorxma deyək. İnfaq etmə, yəni infaq mallarının infaq edib azalmasından qorxmaq sözünə götürülür. Məsələn, fəqir anlamı kimi, yəni qısa desək fəqir deməkdir. Yox, bu söz fəqir mənasında əsla işlənməz. Amma infaq etməklə, yəni malı xərcləməklə kasıblayacağından imlaq sözü kimi götürürlər də bəziləri. İmlaq etməsindən qorxurlar deyə deyir. Məsələn, Allah İsra surəsinin ayəsində deyir ki, evlatlarınızı imlaq qorxusu ilə öldürməyin. Onların da sizin də ruzunuza Allah zamindir. Allah verir deyə bu bir güvəncə vermişdir. Bu imlaq anlamında bu sözü istifadə ediblər, amma xeyr, bu çox yaygın bir yanlış anlaşılmadır. Əslində sadəcə infaq nəticəsində fəqirlikdən qorxurlar deyin. Bu infaqı, bu xərcləməni, bu malını çıxışa yönləndirməni o anlamı ilə ki, yəni qutaracaq, sən kasıb olacaqsan anlamında, ona görə fəqir anlamı ilə işlədiblər. Amma nəfəqə fəqir olaraq kökü birbaşa olmaq demək deyil. Yəni fəqir anlamında olmaz. Yanlış istiqamətə infaq insanı zəiflədir, doğru istiqamətə infaq insanı gücləndirir. Anlaşıldı nə demək istəyirəm? Yəni problem verməkdə yox, hara verdiyindədir əsas məsələ. Yəni nəyə verirsən bu pulu? Hara xərcləyirsən bu pulu? Məsələ ondadır. Əgər Allah dediyi yöndə tuneli açmısansa o pul o xətt üzərə axıb gedirsə də o səni gücləndirəcəkdir. O infaqın səni daha da bərəkətləndirəcəkdir. Amma Allahın demədiyi istiqamətin ziddinə xərclədiyin zaman o malın hədər olur və sən get-gedə zəifləyəcəksən. Nəticə olaraq mərkəzi semantik xətti bütün istifadələri bir cümləyə yığsaq, nəfəqə kökünün mərkəzi mənası bir şeyə gizli və ya açıq çıxış verməkdir. Buradan tunel fiziki olaraq anlamında işləyə bilər. Nifaq əqidəvi olaraq işləyə bilər. Nifaq kəlməsi, yəni küfrə yol açmaq. Aydındır. İnfaq iqtisadi baxımından bir tunel açmaq anlamında başa düşülə bilər. Münafiq təhlükəsizlik, yəni əminamanlığı aradan qaldırıb təhlükə yaradacaq bir tunel açmaq anlamında işlənməsi ortaya qoyula bilər. Hamısı eyni ox üzərində dayanır. Hamısında bir açma var, bir tunel açma var. Amma dediyimiz kimi fiziki olaraq anlamı tunel anlamındadır. Yerdə qalanları isə nifaq baxımından, infaq baxımından, münafiq baxımından məcazi anlamlarındadır. Nifaq əqidəvi baxımından, düşüncə baxımından, infaq mal baxımından, münafiqlik isə dediyimiz kimi inanc baxımından ortaya qoyula bilər. Son söz biraz sərt olsa da, amma dürüst olsaq ki, Quran infaqı sevənləri deyil, iki çıxışlı olanları ifşa edir. İnfaqı sevənləri deyil, iki çıxışlı olanları ifşa edir. Malın Allah yolunda verib, qəlbini başqa yerdə saxlayan infaq edir, amma nədir? Nəfəqadır. Yəni bu adam başqa yönlüdür artıq. Bu söhbətimizi burada tamamlamış olduq. Bir də ümumi olaraq istəsəniz ki, Quranda keçdiyi ayətlər üzərindən bu məsələni ələ alaq. Mən məsləhət görərəm ki, 1 dəqiqəlıq, yəni 5 dəqiqə vaxtımızı alsa da bunları deyim sizlə paylaşım ki, inşallah yekun olaraq nəticəsi olsun, faydası olsun hamımıza. Deməli, Allah Teala 1 dəqiqə. Biz inşallah bu məqaləni Quranın öz daxili dili və ayələri arası izah prinsipi əsasında hazırlamışıq. Heç bir məzhəb, hədis və ya klassik
təfsir istinad kimi istifadə edilmir burada. Məqsəd nəfəqə kökünün Qurandakı mənfi obraz olaraq semantik həddini göstərməyə çalışmaqdır. Münafiqlər üzərində ayə-ayə izləyəcəyik bunu. Daha sonra infaq anlayışını mömin və münafiq kontekstinə müqayisəli bir şəkildə ortaya qoymağa çalışacağıq və bununla da inşallah yəqin ki sözümüzü yekunlaşdırarıq. Deməli, nəfəqə sözündən olan kökündən mənfi kontekstdə keçdiyi ayələrin ayə-ayə təhlilinə diqqət eləsək, aşağıda işlədəcəyimiz ayələri ayrılıqda, lakin eyni semantik ox üzərində nifaq, iki qatlılıq, daxili pozğunçuluq və qəbul olunma xətti ilə təhlil olunur. Bu ifadə Tövbə surəsi 101-ci ayə ilə başlayaq. Bu ayə münafiqliyin gizli və aşkar formalarını eyni anda göstərir. Buradan nəfəqə kökü birbaşa deyilməsə də nifaq struktur olaraq mövcuddur. Tanınmayan, amma Allah tərəfindən bilinən daxili belə deyək də tunellər olduğunu açıq ayətdə göstərir. Elçiyə deyir ki, sən onları tanımırsan, amma Allah onları bilir. Aydındır. Ənfal surəsinin 49-cu ayəsində münafiqlər iman edənlərə yuxarıdan baxır, yəni belə deyək, yəni sanki onlar geridə qalmış kimi, yaxud da ki saf kimi baxırlar onlara və dini aldanma kimi təqdim edirlər. Yəni bunlar belə deyək də din vasitəsindən gedib bir insanın köləsi, qulu olublar deyə kimi bir baxış sərgillər. Bu nifaqın psixoloji çıxışıdır. Zahirdə birlik, batində istehza var. Məsələ budur. Tövbə 64-də diqqət eləsək, bu ayədə münafiqlərin ifşa qorxusu göstərilir. Tünel gizlidir, amma çökmə təhlükəsi var. Qur'ani məntiqdə nifaqın ən əsas əlamətlərindən biri daxili təşvişdir. Ki onların həqiqi o ikinci çıxışı gizlədiblər, o ortaya çıxacaq deyə qorxurlar. Ona dair bir ayə endirilməsindən qorxurlar. Əhzab surəsi 12-ci ayəyə baxırıq. Burada nifaq, ümidsizlik dili ilə çıxış edir. Allah və Rəsulunun vədi şübhə altına alınır. İnanc axışı başqa istiqamətə yönəlir görürük. Ona görə münafiq deyilmişdi orada da. Əhzab surəsi 60-cı ayədə münafiqlər artıq cəmiyyətin içində təhlükəsizlik problemi kimi təqdim olunur. Burada nəfəqə kökü birbaşa daxili sabotaj mənasına oturmuş olur görürük. Hədid surəsi 13-cü ayədə 57-13-də bu ayə nifaqın axirət nəticəsini simvolik şəkildə göstərir. Nur var, amma keçid yoxdur. Tünel bu dəfə bağlanmışdır yəni. Münafiqin surəsinə gəlirik. Quranda 60-cı surə 1-ci ayə. Dil ilə iman var, qəlbi ilə inkar var görürük. Çünki nəfəqə kökünün ən klassik Qur'ani tərifi bu ayədə verilmişdir. Onlar gəlib biz şəhadət veririk ki, yəni dəlil ortaya qoyuruq ki, sən Allahın rəsulusan deyir. Allah da nə qarır? Deyir ki, sən Allah da bilir ki, sən Allahın rəsulusan. O münafiqlər əsl yalancılardır deyir. Yəni onlar sənə dediyi sözdə səni aldadırlar. Əslində bunu qəbul etmirlər. İki çıxışda olduğunu görmüş oluruq. Nisa surəsi 61-ci ayə münafiqlər hökm məsələsində Allahın endirdiyindən yayınır. Tünel qanun və hökm sahəsində açılır. Aydın nə deməkdir? Yəni sənə və səndən əvvəlkilərə nazil edilənlərə iman etdiklərini iddia edənləri mühakimə üçün tağuta getdiyini göstərir və o münafiqlərə Allahın nazil etdiyinə və Rəsula gəlin deyildiyi zaman bir üz döndərməklə üz döndərdiyini ayət göstərir. Burada münafiqin nə anlama gəldiyini biz bir daha görmüş oluruq. Nisa surəsi 88-ci ayətə baxırıq. Bu ayə infaqın cəmiyyəti parçalama funksiyasını göstərir. İki çıxış təkcə fərdi yox, ictimai fəsad yaradır. Hətta başqa ayətlər də var bu baxımından. Məsələn, Münafiq surəsinin özündə deyirlər ki, onlara heç bir şey verməyin, bəlkə dağılıb getdilər. Yəni, bir insan
öz imkanı olan insanlar öz malından Allah yolunda o malını Allah yoluna yönləndirmirsə də, xərcləmirsə də, xəsislik göstərirsə, malını boğursa, yəni hədər eləyirsə də, nəticədə məcburi olaraq tək çıxışlı olan möminlərin münafiq olması ortaya çıxmağa başlayır. Müəyyən ehtiyaclarını ödəməsi üçün bəzən xoşları olmayan, xoşları gəlməyən insanlara onlardan xoşlanırmış kimi davranmaq məcburiyyətində qalırlar. Onlarla məcbur sərt davranmalıdır. Amma müəyyən bir ondan qarşılıq gözlədiyinə görə məcbur ondan yumşaq davranmaq məcburiyyətində qalır. Yəni əslində malın infaq edilməməsi insanların münafiqliyinə xidmət göstərməkdə olur. Malın infaqı isə münafiqliyin qarşısının alınmasına xidmət göstərməkdə olur. Yəni bunu tutmağımız lazımdır. Nisa surəsi 138 və 140-cı ayələr. Münafiqlərə verilən xəbərdarlıq açıqdır. Möminlə kafir arasında gedib gəlmək nifaqdır. Bu ayələr nəfəqə kökünün gedib gəlmə mahiyyətini açır ortaya qoyur yəni. Ki bunlar gah mömin olur, gah kafir olur. Gah iman gətirir, ya gah küfrə gedir. Bu olur münafiqlik üzə. Yəni iki çıxışlılıq. Gah iman çıxışına gedir, gah küfür çıxışına gedir. Arasını ortaya qoymuş olur. Nisa 142. İbadətdə nifaq göstərmək üçün edilən əməl. Yəni göstəriş, riyakarlıq eləmək. İnsanlar görsün ki, mən namaz qılıram. İnsanlar görsün ki, mən yaxşı adamam deyən pul xaricləyir. İnsanlar görsün ki, mən Allahı çox sevirəm. Yəni Allah görsün deyə deyil, şöhrətpərəstlik, ad, san üçün görülən bu işlər, yəni insan Allahdan danışır, dindən danışır. Məqsədi bu deyil ki, Allahın əmrlərini yerinə gətirsin. Məqsədi budur ki, cəmaət bunu mömin kimi tanısın. Bunun özü belə münafiqlikdir. Axış Allah istiqamətində deyil artıq burada. Nisa surəsi 145-ci ayə nəticə. Nifaqın son dayanacağı, tunelin sonu ən aşağı qatdır. Cəhənnəmin ən aşağı qatına getməkdir burada. Tövbə surə, yəni Nisa 145-də onlar deyir ki, ən aşağı qatda olacaqlar. Tövbə surəsi 67 və 68-ci ayələr infaqın tərsi olan davranış, əllərin sıxılmasını, burada tam inversiya halında ortaya qoyulan bir ayədir. Hətta sizdən əvvəlkilər də öz çoxunu, sizdən daha çox nəyi var idi? Mallar və əksər sözü gətirib orada daha çox, yəni mal və övlad sahibi idilər. Onlar öz xilqətlərindən faydalandılar. Onlar tərcümədə pay deyə tərcümə qoyublar. Yanlışdır, orada kamala haqq qazandırıram ki, orada xilqət sözü yaradılışlarından faydalandılar. Nə üçün faydalandılar? Cənnət qazanmaq üçün yox. Axirət qazanmaq üçün yox. Cəhənnəmdən qurtulmaq üçün yox. Allahı razı salmaq üçün yox. Və nə üçün? Onlar çoxlu var dövlət yığmaq, çoxlu evlad çoxaltmaq və varı dövləti çoxaltmaq üçün öz xilqətlərini buna sərf etdilər. Onlara verilən ömür payını buna ayırdılar. Bu yolda xərclədilər yəni. Buna görə onlar əzabı daddılar. Siz də əzabı dadacaqsınız buna görə. Çünki bütün insanların hamısının yaradılış amacı sanki elə bil budur. Baxın, ya evlad çoxaltmaqla məşğuldur, ya var dövlət çoxaltmaqla məşğuldur. Sanki bizim dünyaya gəlmək səbəbimiz, məqsədimiz buymuş kimi davranır. Bu isə münafiqlikdir. Allah bunu münafiq olaraq ortaya qoyur. Orada da münafiq kişilər və münafiq qadınlar deyə bir-birlərinin vəliləridir. Onların bəzilərindən türüyər, bir-birlərini davam etdirənlər də ortaya qoymuşdur ayə zaten. Odur ki, möminsinizsə də siz belə ola bilməzsiniz. Sizin yaradılışınızın amacı, qayəsi mal dövlətin sayının çoxalması, evladın sayının çox olması olmamalıdır. Bəs nə olmalıdır? Evlad çoxaltmaqda da, var dövlət çoxaltmaqda da məqsədin onu doğru Allah deyən səmtə yönləndirmə olmalıdır.
Məqsəd bu deyil ki, bunu çoxaldım, sıxım, saxlayım. Bunu Allah deyən yolda tünel açmaq, imkan yaratmaq, ora yönləndirməyə bacarmaqdır. Allah hamımıza bunu nəsib eləsin. Yəni demək istədiyim söz bundan ibarətdir ki, bizim xilqətimizdə məqsədimiz, qayəmiz, dünyaya gəlmə səbəbimiz mal dövlət yığmaq, evlad çoxaltmaq, mal dövlət çoxaltmaq olmamalıdır. Bu lazımlı bir şeydir. Quran bunu pisləmir ki, mal dövlət çoxaltmayın, evlad çoxaltmayın. Amma amacınız bu olmasın, qayəniz bu olmasın, məqsədiniz bu olmasın ki, ancaq mən həyatımı bu işə sərf edim. Məqsədiniz cənnəti qazanmaq olsun. Bu evladdan və maldan çoxaldıb istifadə etməkdən məqsədiniz cənnəti qazanmaq olsun. Qayəniz Allaha razı salmaq olsun. Çünki cənnəti qazanmaqdan daha üstün məqam Allahın razılığıdır. Bu ayət muhtəşəmdir. 68, 67-dən başlayır. 67, 68, 69, 70 muhteşem bir ayet pasajıdır ve Allah razılığının cennetten daha üstün bir şey olduğunu ayette bize Allah ortaya koymuştur. En əzəmətli olan şeyin Allah'ın razılığı olduğunu, Allah hatta cennetten daha üstün şey olduğunu orada bize gösterir. Oydur ki, Allah razılığı, Allah'ı xoşnud etmək, Allah'ı razı salmaq çox önemli bir məsələ olaraq göstərilmişdir. Devam edirəm. Ənkabut 11-ci ayə. Allah münafiqləri aşkara çıxarır. Tünel gizli qala bilməz yəni. Gecə tezi onların iki üzlülüyü özlərinə də bəllidir. Bəzən insanların özünün belə özünün münafiq olmasından xəbərsiz olduğu Quran ayələrində görünür bu. Ki özü belə bilmir ki, bunun gördüyü iş doğru deyil. Bu neden qaynaqlanır? Bu onun belə deyil, bilməməzliyindən qaynaqlanır. Onun pis şey olduğunu anlamır. Ondan qaynaqlanır. Ona görə Allah deyir ki, oxuyun. Yəni öyrənin. Quran oxuduqca siz görəcəksiniz ki, doğru bilib etdiyiniz şeylərin yanlışlıqlarını görməyə çalışın. Biz amma çox təəssüf olsun ki, Quranı oxumaqda sanki kiminsə dəlil gətirib səhv çıxartmaq üçün Quran oxuyuruq. Amac bu olmamalıdır. Amacımız doğru şəkildə özümüzün əməllərimizi, özümüzün yaşayışımızı, özümüzün düşüncə tərzimizi Quranı bir formaya salmağı bacarmağa çalışmaqdır. Əhzab surəsinin 24-cü və 73-cü ayələrinə diqqət eləsək, bu iki ayə mümin, münafiq ayrımını tamamlayır. Belə deyək də, sədaqət və nifaq qarşı-qarşıya qoyulur burada. Sadiqlik və nifaq burada bir növ qarşı-qarşıya gəlmiş olur. Bunu görmüş oluruq. Fəth surəsinin 6-cı ayəsinə baxırıq. Axirət əzabı nifaqın siyasi və əqidəvi nəticəsidir. Görürük. Fəth surəsi 6-cı ayədə. Münafiq surəsinin 7 və 8-ci ayələrində iqtisadi nifaq, nifaqı əngəlləməklə iman cəmiyyətini zəiflətmək olduğunu görmüş oluruq ki, onlar deyirlər ki, nə eləyin? İnfaqı əngəlləyin ki, nə qarsınlar? Münafiqlik. Onlar dağılsın, getsin və yaxud da ki, münafiqlik artsın. Onlar bizə məcbur qalsınlar, yəni. Ali İmran surəsinin 167 və Ali İmran 17 ayələrində müharibə anında nifaq üzə çıxır. Sədaqət yox, qaçış var ortada üzə. Həşr surəsi 11-ci ayədə siyasi nifaq və yalancı dəstək vədləri var ortada. Açıq şəkildə baxsan, deyirlər ki, əgər möminlər sizi çıxartsalar, biz də hökmən sizlə bir yerdə çıxacağıq. Burada bir siyasət güdülür, yəni əsas münafiqliyin kökünün çox qaynağı demək olar ki, bugünkü siyasətin adı münafiqlikdən başqa bir şey deyil. Dövlətlər arasında baş verən o yalancı üzə gülmələr, yalancı qucaqlaşmaların əksəriyyətini biz bilirik ki, bu hamısı siyasi bir, məsələn, güya ki, Amerika məsələn, Türkiyənin prezidentindən, Azərbaycanın prezidentindən, güya çox gözəl, xoş münasibətlə də, amma əslində əlacı olsa bir qaşıq suda boğar. Və yaxud da Putinin davranışını gör. Yəni, siyasi məsələlərdə ən çox münafiqlikdən istifadə olunan sahədə deyərəm ki, orada göstərilir. Bu da Həşr surəsi 11-ci ayətlə ortaya qoyulmuş olur. Tövbə surəsinin 54-cü və 77-ci ayələrində əməllərin qəbul olunmaması və qəlbdə sabitlənmiş nifaqın
bariz nümunələridir bu ayələr ki, o qəlbdə ki, insan nə qədər bu içimizdə bu təskiyə eləmir ya. Bir də görürsən, bir Quranda ayə var, deyir, sizin bir topluma olan nifrət və düşmənçiliyini sizə ədalətsizliyə sövq eləməsin. Bəzən insan birinə qarşı içində bir nifrət var, bir düşmənçilik var, amma bunu sevgi ilə, xoşgörü ilə ört-basdır edir. Fərqində deyir ki, o içində saxladığı onu məhv eləyir. Psixologiyasını alt-üst deyir. Onu çürüdür işdən isə xəbəri yoxdur bundan. Odur ki, bunları demək olar ki, mən düşünürdüm ki, Quranda ən şiddətli problemlər müşrikdir, şirkdir. Amma baxdım və həqiqətən də tüküm bəzən biz oldu. Yəni münafiqlik daha dəhşətliymiş. Yəni hətta özümün xətalı yönlərimi belə gördüm. Allah hamımızın günahlarını bağışlasın. Sizə məsləhət görərəm, ərinməyəsiniz, oturasınız, bu kəlmə ilə istifadə olunan bütün ayətləri təkər-təkər ələ alasınız və bir nəticə çıxardasınız, hətta yazasınız, qeyd edəsiniz. Önəmli bir nəticələr olacaqdır. Əhzab surəsinin 1-ci və 48-ci ayələrində Rasula xəbərdarlıq var ki, nifaqa güzəşt yoxdur deyə. Yəni, nəyə güzəşt edirsən elə, bu ikisində güzəşt söhbəti ola bilməz deyir. Çünki əslində xəyanətin qaynağı nifaqdır. Xəyanət ortaya çıxır. Niyə görə deyirlər ki, xəyanət bağışlanmır? Çünki xəyanət əhli münafiq olması xəyanət edə bilməz. İki üzdülük var xəyanətdə. Sevirəm kimi görünür, amma əslində səni sevmir, başqasını sevir. Sənə sevirəm deyə görünüb, əslində həqiqi sevgisini gizlədir səndən. Xəyanət nifaqın üzərində qurulu bir şeydir. O idi ki, deyir, xəyanət edəni bağışlamaq olmaz. Xəyanət edəni bağışlasan, ona ikinci səfər sənə xəyanət etmək üçün imkan yaradırsan sadəcə. Başqa bir şey olmur ortalıqda. Çünki həqiqətən də bu elə bir xəstəlikdir ki, xəyanət sağalması üçün münafiqliyin sağalması lazımdır. Nifaq sağalmadan xəyanətkar xəyanətindən əl çəkə bilməz. Təhrim surəsinin 66-cı surənin 9-cu ayəsində münafiqlərə mübarizə əmr olunur. Onlara qarşı bir mübarizə aparılması buyurulur. Bu, nifaqın daxili təhlükə kimi qəbul edildiyini göstərir. Tövbə surəsi 97-ci ayədə bədəvi münafiqlər nifaqın daha sərt və kobud formasını ortaya qoymuş olur. Və bir dənə də söz deyim. Yaxşı, biz münafiqlik edənləri necə tanıya bilərik? Allah bunun da haçarını Quranda qoyur ki, siz deyir onları danışıqlarından tanıyarsınız. Münafiqi tanımağın yeganə yolu onun danışıq üslubuna diqqət eləməkdir. Çünki münafiq insanlar danışdıqları zaman o içindəki həqiqətlərindən ipuçları verirlər. Onlar mütləq, məsələn, birinə qarşı nifrətləri var, amma səndən xoş davranır. İstər-istəməz o səndən bir arada olan münasibətində sənə qarşı olan düşmənçilik və nifrət duyğularını bildirəcəkdir. Çünki ani partlayışlar yaranır. İçdən sən onun danışığına diqqət etdikdə, onun əməli ilə danışığının da üst-üstə düşmədiyini gördükdə, istər-istəməz burada onun həqiqi niyyətini anlamış olacaqsan. Bu münafiqləri yalnız bu şəkildə tanıyacağımızı Allah bizə Quranda göstərmişdir. Ümumi nəticə olaraq desək, bu ayələrin hamısında nəfəqə kökü və ondan törəyən anlayışlar eyni semantik xətt üzrə işləyir. Gizli çıxış, iki qat mövqe, yəni iki qatlı, yəni iki tərəfli mövqe desək daha doğru olar. Daxildən aşındırma, axırdan isə qəbul olunmama və ifşa məsələsini 4 mərhələdə ortaya qoymuş olur bu ayətlərlə Allah. Bu Quranda nifaqın niyə müşriklərdən daha təhlükəli təqdim edildiyini izah etmiş olur. Bir də burada nəyi deyim, sözümü yekunlaşdırım. İnfaq ayələrinin mömin münafiq müqayisəsi məsələsində bir cədvəl qoysaq ortalığa, biz möminin infaqını bir dənə düşünək. Möminin infaqında birinci kökdə nə dayanır? Niyyət. Niyyətdə nə durur? Baxın, münafiqlə mömini tanımaq istəsə, bir insan özünü, indi deyəcəyəm bu şeyi test eləsin. Baxın, möminin infaqı ilə münafiqin infaqında fərq nədir?
Bu fərqi tutacağıq. Bax gör niyyətində məqsədin Allahın rızasıdır, yoxsa cəmaata özünü göstərmək üçün qoy desinlər yaxşı adamdırmı? Niyyət birinci başlayır niyyətdən. Məsələnin kökü niyyətdən qalxır. Əgər niyyət Allahın razılığıdır, hətta infaq elədiyin adamın özünün belə sağ ol deməsini belə gözləmirsənsə də, əgər bir adamın niyyəti sənə təşəkkür edilsin deyə yaxşılıq elə, və yaxud da ki, yaxşılıq sağ pislik eləyib, deyirsən, gedirəm mən indi ona yaxşılıq eləyib, onu utandıracam, yenə də bu münafiqliyə girirsən. Utandırmaq məqsədini eləməyin özü sənin münafiq olduğunu ortaya qoyur. Çünki mömində Allahın razılığından başqa bir qəsd olmaz niyyətdə. İnfaq baxımından. Kim Allahın razılığını, Allahın xoşnudluğunu, Allahı sevindirmək, Allahı razı salmaq məqsədi. Bu kökdə bu olma. Bundan başqa nə niyyət qoyulsa infaqın əvvəlinə niyyət olaraq o insanı münafiq edər. Bir. İkinci, axış istiqaməti. Yəni infaqın, möminin infaqının axış istiqaməti fi səbilillahdır. Allah yoluna yönləndirir. Yəni eləyirsən ki, insan Allah yoluna yönəlsin, Allaha meyillənsin, haqqa tərəf yönəlsin deyə məqsədin odur. Və yaxud da ki, öz varını, dövlətini verir. Allah demir ki, kimdir Allaha borc verən, Allah onu qat-qat onun üçün artırsın deyir. Məqsədim budur ki, ahirətdə Allahın yanında verdiklərini əvəz alasan. Amma Allahın razılığı bunun hamısından üstündür təbii ki. Burada da önəmli olan bu olmalıdır. Yenə davam edək. Dedik, axı istiqamət nə olmalıdır? Allah yolu. Allah yoluna yönləndirirsən varını, dövlətini. Üçüncüsü nədir? Davamlılıq. Münafiqdə davamlılıq olmaz. Məsələn, bir dəfə eləyər. O davam eləməz. Münafiq ola bilər ki, üzə düşsünmü? Hamı verir, bu da məcbur qalır, üzə düşür, verirmi? Və yaxud da ki, nə bilim, bir dəfə eləyir ki, görür ki, kimsə qıraqdan baxırmı və yaxud da ki, nəsə də bir məqsədi var. Allah rızası deyil, Allah yoluna yönləndirmək üçün deyil, ola bilsin ki, onu öz yoluna yönəltmək üçün də verə bilər, amma məqsəd o bir dəfə eləyəcək onu. O davamlı eləməz. Amma möminlərdə bu davamlıdır. Hər dəfə əlinə bir şey düşəndə istəyir ki, onu təkcə yemək fikrində deyil. İstəyir ki, oradan bir manat da olsa, neysə bir Allah üçün bir iş görsün. Az da olsa, çox da olsa, istəyir ki, ondan bir şey eləsin. Ahirəti üçün Allah yolunda nəsə bir iş görsün ondan. Yəni, infaqını davamlı eləyir. Darlıqda da verir, bolluqda da verir. Yəni, kəsilmə yoxdur, amma münafiqdə kəsilmə olacaqdır. Bu, dördüncü, qəlbdən çıxır bu, ürəyindən gəlir. Biri var ki, belə deyək də, ürəyi istəmir, vermir. Üzr istəyirəm. İçindən gəlmir. Verir. Deyək ki, amma peşmançılıq var içində. Keşkə verməyəydim, deyir. Amma mömində elə deyir. Verdiyindən də xoşa, keşkə də biraz da olsaydı, biraz da versəydim. Yəni, qəlblə əlaqəlidir. İnfaq qəlbindən qaynaqlanan bir şeydir. İçindən gəlir bunun. Kiminsə təkidi ilə, kiminsə təkidlə şey eləmir ki, verginə. Bu özündən qaynaqlanan bir şey olur. Boğazım qızıqlanır. Çox danışdım. Yekunlaşdırdım inşallah. Nəticə olaraq nədir? Möminlərin bu infaqı artım və bərəkətli olur. Amma münafiqdə verir, artım olmur. Azalma başlayır getməyə. Anlaşıldı demək istəyirəm. Ona görə münafiqlər deyir ki, görsənmi? Və deyirlər ki, Allah yolunda ver, malın artacaq və mənim niyə artmır? Münafiqsən, ona görə artmır. Sən münafiqlik eləyibsən, sən niyyətini düzəltməyibsən, sən qəlbindən gəlməyibdir, sən Allah üçün eləməyibsən. Burada nəticəni bəllidir. Malın verirsən Allah yolunda, amma artım yoxdursa da deməli verdiklərin ya niyyətində yanlış olubdur, ya Allahın rızasını güdməyibsən, yəni niyyətin Allah rızası olmayıbdır, Allah yoluna yönləndirmə olmayıbdır, gizli və davamlılıq olmayıbdır. Yəni, mömin dedik ki, gizli verir, özdə davamlı verir. Amma səndə gizli yox, aşkar verirsən, görsünlər.
Mən yaxşı adam olduğumu bilsinlər, reklam xarakterli və davamlı da deyil. Aydındır. Ola bilər mömin aşkar versin. Rəğbətləndirmək üçün ola bilər aşkar versin. Amma bu aşkar vermə ehtiyacı olana vermə deyil. Məsələn, bir nəfər deyir ki, gəlin pul yığağın, filan kəsə yardım eləyək. Məsələn, 30 nəfərin arasında bir söz deyir ki, filan kəsin ehtiyacı var, qardaş var. Ona pul yığırıq. Sən orada aşkar verə bilərsən ki, o birisilər də sənə baxsın, rəğbətlənsin. Bunu belə verirsən. Amma birinə verəndə onu gizli vermək, cəmaət içində verməmək daha önəmlidir. Odur ki, Allah Quranda aşkar yığılan və gizli verilən məsələlərinə toxunur. Aşkar yığım olsun, gizli amba verilsin. Sədəqələrin aşkar verilməsi və gizli verilməsi məsələsi aşkar verilməsi toplanma baxımındandır, gizli verilməsi ehtiyacı olunana verilməsi baxımından ortaya qoyulmuş olur. Odur ki, malın artmırsa da infaqın nəticəsində deməli sən burada neysə xəta eləmirsən. Niyyətin düz olmayıbdır, məqsədin düz olmayıbdır və yaxud da ki, davamlılıq deyil, davamlılıqda da ya gizliliyi və davamlılıq məsələsi olmayıb, sadəcə bir dəfə üzə düşüb verirsən bəlkə də, qəlbdən gəlmir, özünü məcbur eləyib verirsən, ona görə artımı yoxdur. Və nəticədə malın artmamağının və bərəkətlənməməyinin səbəblərindən kökündə dayanan şey bu dediyimiz şeylərdən biri olur. Yoxsa əks təqdirdə mümkün deyil ki, artım olmasın deyir. Quran ifadəsi nə xərclərsələr onların leyhindədir deyir. Möminlər nə verirsə versin, xoş söz söyləməsi, malından verir, bir gülər üz göstərmə, nə eləyir eləsin deyir. Əgər onların qəsdi Allahın, niyyəti Allah rızasıdırsa, yönləri Allah yönüdürsə, onlar gizli və davamlı olaraq bu işləri görürsə, qəlbdən gələrək eləyirlərsə də, Allah onların malına artım verər, bərəkət verər və bu işlər onların xeyrinə olacaqdır. Və yekun nəticə olaraq Quran baxımından nəfəqə kökü sadəcə iqtisadi termin deyil, İmanın struktur ilə bağlı ölçü aləti olduğunu da görmüş oluruq. Amma münafiq verməyə bilər, verə də bilər, yəni verə də bilər, verməyə də bilər, amma həmişə iki çıxışı olacaqdır. İki çıxış saxlayır özündə həmişə. Mömin isə bir istiqamətlidir, axşı tək mərkəzə yönəldir Allaha. Buna görə infaqı dirildir, nifaqı isə məhv edir. Və sözümü inşallah burada yekunlaşdırıram. Bir də ümumi olaraq istəyən adam istəsə ki, bu dediyim məsələni Quranda ələ alsın. Əgər vaxtınız olmasa, ən azı Tövbə surəsi ilə Münafiq surəsini gətirin, qoyun yan yana. Muhteşem bir Allah orada hem münafiqi, hem infaqı, hem de nifaqı hamısını çox qəşəng açıqlamışdır. Allah hamınızdan razı olsun və mən sonda sizə ayət nömrələri deyirəm. Bu ayə nömrələrini qeyd edin. Ancaq mənfi obrazları bu yerə almışam. Deməli 9-cu surənin 101-ci ayəsi, 8-in 49-u, 9-un 64-ü, 33-ün 12-si, 33-ün 60-ı, 57-nin 13-ü, 61-in 1-i, 4-ün 61-i, 4-ün 88-i, 4-ün 138-i, 4-ün 140-ı, 4-ün 142-si, 145-i, 9-cu surə yenə 67-si, 68-i, 29-cu surə 11-ci ayə, 33-ün 24-ü, 73-ü, 48-ci surənin 6-cı ayəsi, yenə 63-ün 7 və 8-ci ayələri, Ali İmran 3-cü surə 167, sonra 59-cu surənin 11-ci ayəsi, yenə 9-cu surənin 54-cü ayələri, 9-cu surənin 77-ci ayəsi, Əhzab surəsi 33-ün 1-i, 48-i, 66-cı surənin 9-cu ayəsi, yenə Ali İmran 3-cü surənin 17-si və Tövbə surəsi 97-ci ayələr bir araya toplayın, oturun, özünüz inşallah çox şey görəcəksiniz. Allah hamınızdan razı olsun. Vəssalamu aleykum və rəhmətullah.